Bakı Kitab Mərkəzindəyik və bu izdiham Tanrıya Məktublar adlı yeni kitabın təqdimat gecəsindəndir. Kitabın müəllifi isə Bəhruz Nüftəliyevdir. Bu kitab Tanrını hiss etməklə Tanrıya inanmağın arasındakı fərqlərdən bəhs edir. Mövzumuz təkcə bunlardan ibarət deyil təbii ki. Burada ülvi hisslərdən, sevgidən, vətənə bağlılıqdan, müqəddəs Qarabağımızdan, Şuşamızdan yazdığım, qələmə aldığım şeirlər də var. Düşünürəm ki, hər bir oxucu öz ruhuna, qəlbinə yaxın bir misra tapacaq. Həddindən artıq informasiyanın bolluğu olan bir zəmanədə bir şeir kitabının təqdimatını keçirmək, insanları şeirin ofsununa və tilsiminə salmaq çətin məsələdir. Və mən hesab edirəm ki, belə bir dövrdə Bakı Kitab Mərkəzində lirik, poetik bir ovqat yaratmaq bu Bəhruzun üstünlüyüdür. Mən bizim gənc dostumuzu ürəkdən təbrik edeyim, ona yaradıcılıq uğurları arzulayıram. Nəzərə alsaq ki, bu kitab çap eləyənlər, kitab satanlar kitaba olan diqqətdən narazıdırlar və kitablarının satılmadığını deyirlər. Amma həm kitab yarmarkalarında, həm də bugünkü imza günündə bu qədər insanın gəlməsi əlbəttə ki, hamımızı sevindirdi. Bəhruzun böyük uğuru hesab edirəm bunu. Mən çox şadam ki, burada bu qədər izdiham var və yuxarıda ayaqüstü olan gənclərin var olduğunu görmək məni çox sevindirir. Çünki hələ də poeziyaya, şeiriyyata, mütaliəyə həvəsli olan gənclərin var olduğunu görmək mənə çox xoş hiss etdirir.